Ekran tıklıyor. Mən sənə deyəcəm, sənin kimliyini deyəcəm, sənin dostluğu göstər, deyim ki, sən kimsən. Həqiqətən də elədir, ha, dostlar. Bibi, necəsən? Sağ ol. Vəkil qız, sən necəsən? Nur, sağ ol, canım mənim, yaxşı olun. Tıklayaq dostlar, ekran tıklayaq, 28 minik. Qarayeva, necəsən, ürəyim? Bəli, verilişdəydim. Gülmək tutmuşdu məni vallah. Bəzi adamlara. Ekrana tıklayaq, hayır dostlar. Harada qalır? Səkinə kimdir? Ay baba, veriliş qutarıbdır. 9'a işləmiş qutarır. Ha, Zəkiyə oteldə. Saat neçədir görəsən ay dostlar? 22:15. Nigarda günlərim 4'də gedib işə. Geç gələcək. Salam Ayda, salam, necəsiz ay Ayda? Bizimkilər hani bu vəsilə zat yoxdular? Aqil zat yoxdur. Bir-birinə qədər gülmüşəm. Hər kəs özünə layiqini tapır. Həqiqətən hər kəs, doğrudan düz sözdür. Hər kəs özünə layiqini tapır. Vallahi düzdür. İstər dostluqda, istər evlilikdə. Vallahi doğrudan deyirəm dostlar. Tayını tapır. Akşamınız xeyir Zülfüqar, necəsiz? Şükür Allaha, ay Zülfüqar, necəsiz? Siz sağ olun canım mənim, ay Zülfüqar. Salam, akşamı xeyir, ay gözəl bibim, Seyid Şahin. Salam dostlar, necəsiz? Yaxşı olun. Sizi gördükçə yaxşıyam deyir Zülfüqar. Çox sağ ol ay Zülfüqar. Akşamı xeyir, Əsrə xanım, necəsiz? Xoş gördük dostlar. Bu üzük taxma mərasimini mən görməmişdim. O verilişdə gördüm. Sabah gedirsiniz verilişə, bəli. Həftə içi hər gün dəvətliyəm, hər gün də gedəcəm. Ekran tıklayaq dostlar. Yaxşı olun, yaxşı olun. Necə oldu vallahi, necə olacaqdı ay Zülfüqar qardaş. Şeygil gelmişti də, o oğlan anasını döyüb gedər. Ondan sonra qovub bunları evdən. Bunlar da gəliblər. Vəkil bak, səni burada etkili yazın. Siz yok, size olmaz. Ora her adam qəbula düşə bilməz ora. Kuşkuşluğuyla her adam, dəvətsiz insanlar ora girə bilməz. Hə, Mələk xanım, heç nə arvadı deyir, dünən döyübmüş. Oğlan dedi, yalan deyirlər, mən döyməmişim. Onda quşlar döyüb, mən getdim döydüm. Quşlar, qaran quşlar döyübdü. Hala veriliş necə keçdi? Əla keçdi, əmcək kimi, yaxşı keçdi. Hanı Qoçu dərəsi? Salam Qoçu dərəsi, necəsən canım mənim? Deyin görün büyün, nə olub, nə var, nə yox TikTok'da.
Yine oğullar, nə bilim valla, ruhlar gəlib döyüb, hə valla, Qoçu dərəsi ruhlar döyüb, ruhlar. Artıq nə ruhudur bilmirəm. Şeytanlar döyüb, cinlər döyüb. Verilişdə reklamda yemək verirlər, bəli verirlər, yemək də verirlər, çay da verirlər, su da verirlər, hər şey verirlər. Şirniyyat da verirlər, istəyirsən sən də gəl. Yine sual verirsiniz vallahi. Restoran zattı ora. Salam salam değerlim. Necəsən değerlim? Er tapdın. Hə vallahi tapdım 2 gündən sonra gəldim təzədən kızlarımın yanına. Mina gəl. Ay Minoş. Kapını kıfıllayıp girdim. Neden? Ne de çay. Ne bileyim ay Melek Hanım. Bilsem burada kişi haylağı yoktu, pıçıltıyla size söz diyerdim. Ay cemaat, burada kişi haylakları var. Varsa söz demeyeyim. Ay Uzel, ay Madirat, kişi haylakları var burada. Yoktu. Değer söz diyeceğim. Yaxına gelin, esxalar söz deyirəm. Doğrudan yoktu. Aa, Namikdən Qoçu dayı. Ha, var. Uy, Zülfüqar da var. Hə, yox, əşi daha demədim. Yox, daha demədim. Yox, demirəm. Yoxsa söz deyəsiydim bu çıxdıyla. Yox, daha demirəm. Arvad deyir ki, eşidirsiniz məni. Arvad deyir ki, televizyonun səsini qaldırıblar. Hüseyin, eşidirsiniz? Əşi, oyun vaxtıdır. Mən söz deyirəm, şayka gəlib üstümə. Bura bax, Allah. Allah səs saxla. Arvad deyir ki, səsim gəlib. Arvad deyir ki, bu yaxına gəlim. Arvad deyir ki, televizyonun səsini çoxaldıblar. Mən də demişəm, azadım ona görə yoxdur Arvad. Eşitdiniz ya, yox. Ana, eşitmədiniz. Görmədiniz, ben işte dedim. Talih Bey de dedi, aydındır bilirəm niye, aydındır, sakit. Ayna bak, sen desen kulakların anadan gelmek kardır. Sesle danışıram deyirsən eşitmədim. Da sesi eşitməyəndən sonra pıçıltıda sen hardan eşidəcəksən Ayna Bat xanım? Eşitmirsən çık git de buradan. Baxdınız da. Sakit durun. Kişiler eşitməsin, kişiler. Ay bacı, yaxından da söyləyirəm. Bu boyda dil göstərir şeydə. Nədir onun adı? YouTube'a baxıram. Mənim bu boyda dilim var. Bu boyda ağız göstərir. Yaxına gətirib çəkirlər məni. Qoyurlar ora YouTube'a. Azərbaycan eşitdi. Orada dedi de, mən nə günahım var? Orada dedi. Nigar, mama, hay can. Eşitirsiz söz deyirəm. Hə, Nigar.